Salam, bugünkü dərsimiz olacaq 9-cu sinif Azərbaycan tarixindən 27-ci paragraf İran İslam İnqilabı və Cənubi Azərbaycan. Deməli, İranda baş verən bu çıxışları zəiflətmək üçün 1962-ci ildə Ağ İnqilab adlanan islahatlar keçirilməyə başlayır. İslahatların içərisində də Cənubi Azərbaycan üçün ən əhəmiyyətlisi aqrar islahatıdır. Eyni zamanda deməli, neft sənayesində ingilis insarına son qoyulur və onun milliləşdirilməsi üçün müəyyən addımlar atılır. Pəhləvilər bu zaman əsasən pan-İranizm siyasətini dəstəkləyirdilər və bu pan-İranizm siyasətinin növbəti dalğası başlamışdı. 1960-1970-ci illərdə isə artıq milli vəhdət adı altında əslində qalsa farslaşdırma siyasəti həyata keçirildi. Nəticədə Azərbaycanda, Cənubi Azərbaycanda qəzet və jurnallar, ana dilində olan qəzet və jurnallar qadağan edilmişdi, dayandırılmışdı türk dilində olan qəzet və jurnallar. 1977-ci ilin 12 dekabr tarixində deməli Təbrizdə milli hökumətin yaranmasının ildönümü münasibəti ilə tədbir keçirilir və sonra isə Qum şəhərində də nümayiş olur, amma şah rejimi çıxış iştirakçılarına divan tutur. Sonra isə deməli Təbrizdə artıq bu dinc etiraz artıq üsyana çevrilmişdi və üsyanda iştirak edənlər ziyalılar idi, tələbələr idi, fəhlələr idi, ruhanilər idi, xırda tacirlər idi, sənətkarlar idi, məktəb şagirdləri idi. Bunlar deməli üsyanda artıq çıxışda iştirak edirdilər və şah İranın başqa yerlərindən gətirdiyi hərbi hissələrin, qoşunların köməyi ilə Təbriz üsyanı yatırır. Bu Təbriz üsyanı 1978-1979-cu illər inqilabının ilk müjdəçisi oldu və deməli dinc əhaliyə qarşı silah işlədilməsi artıq İranın digər yerlərində də çıxışlara səbəb olur. Deməli bu ruhanilərin şah hökumətinə və xarici imperialist dövlətlərə qarşı çağırışları artıq genişlənməkdədir və bunun da ən çox deməli burada Ayətullah Ruhullah Xameyni şöhrət qazanmışdır. Təbrizdə, Cənubi Azərbaycanda isə Ayətullah Kazım Şərəfmədari böyük nüfuz sahibidir. Kazım Şərəfmədari nə deyir? Deyir ki, din siyasətdən ayrı tutulsun. Bir də İranda yaşayan millətlərə, eyni zamanda etnik azlıqlara da yəni hüquqlar verilsin, azadlıqlar verilməsinin tərəfdarı idi. Sonra sentyabr ayında isə İranın 12 şəhərində, həm də eyni zamanda Təbrizdə yeni çıxışlar başlayır. Deməli, bu çıxışlarda neft sənayetçilərini, fəhlələri də qoşulur və bu neftçilərin mütəşəkkil ümumi tətili artıq inqilabın taleyini həll etmiş oldu. Və Məhəmməd Rıza Şah 1979-cu ilin yanvarında artıq deməli İranı tərk edir. Deməli bu Pəhləvilər sülaləsi hakimiyyətə gəlmişdi 1925-ci ildən 1979-cu ilə qədərdir. Fars mənşəli bu Pəhləvilər. Pəhləvilərdən də əvvəl olmuşdu. Deməli Qacarlar, onlar türk mənşəlidir. Deməli o da 1796-cı Ağa Məhəmməd Şah elan olunmasından deməli 1925-ci ilə qədərdir türk mənşəlidir. Qeyd etdiyimiz kimi 1925-dən də 1979-cu ilin yanvar ayına qədər isə Pəhləvilərdir. Deməli burada artıq Pəhləvi monarxiyası devrildi 79-cu ilin yanvar ayında və ümumxalq rəis ordusu əsasında 1979-cu ilin 1 aprel tarixində İran İslam Respublikası elan edildi. Həmin ilin dekabrında isə konstitusiya qüvvəyə mindi. Bu konstitusiyaya görə artıq İran deməli ruhanilərin mütləq hakimiyyəti yəni burada təsbit olunur İran İslam Respublikasında. Və konstitusiyada İrandan yaşayan xalqlara ana dilində təhsil alma hüququ verilir. Lakin Cənubi Azərbaycanda bu məsələ öz həllini tapmır. Deməli, inqilabdan sonra isə Cənubi Azərbaycanda ana dilində qəzet və jurnallar nəşr edilməyə başlayır. Bunlardan yəni ən uzun ömrlüsü olan deməli Cavad Heyətin Varlıq jurnalı idi. Bu daha uzun ömürlü olmuşdur. Cənubi Azərbaycanda bu ana dilində təhsil problemi hələ də qalır. Deməli, son prezident seçkilərində isə əslən Cənubi Azərbaycanlı olan deməli Məsud Pezeşkiyan qalib gəlir. O da öz proqramına deməli Cənubi Azərbaycan əhalisinin dil və məktəb məsələlərinin həll edilməsinin məsələsini də daxil etmişdir. Bizəhimiz bu qədər, sağ olun.